Salam melekim yoldaş Zeynal'a. Salam. Kələntər, yanıma gəl. Oldu. Zvanili. Нет. Bir daha bağışlayırsan. Bilirsiniz yoldaş Zeynal'a, gecemiz yok, gündüzümüz yok. Axı belə olmaz axı. Bir dənə sınıq salxaq Zaporojye evimin yanından keçəndə evimin divarları titrəsir. Axı belə olmaz yoldaş Zeynal'a. Xahiş edirəm. Hələ mən utanıram sizə deməyə. Hələ utanıram çoxsun deyə bilmirəm. Dünəndi yoldaşlardan kimsə arağı içib, boş butulkanı getirib atıb mənim evimin damına. Evdə də lambuçka zamkan eləyib. Axı qaydası belə deyil. Hatırlayarım. Hələ mən tez iki demirəm. Yoldaş Zeynal'a tez iki. Tez iki. Arvadındır. Xeyr canım, nə arvadın? İtdi. Tanış itdi, qonşun itidir. İt? Bəli, it. İtin bu işə nə daxlı var? Daxlı var yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmən o qonşunun iti divarı o tərəfində. Ayağını balaca qaldırıb. Ayağı salaşaq ayıbdır. O məsələni eləyəndə, divarın bu tərəfində mənim evim nəm olur? Bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də alergiyadır, xəstədir. Həmən iyi burnuna dəyən kimi arvad səpir bir təhər olur. Onda biz elə üçün apşesini bir tuvalet tikdirərik. Keşke unitaz zad qoyarıq. Yox, zəhmət çəkməyin, otel lazım deyil. Xeyr, sizə deyən yoxdur ki, tuvalet tikin. Elə bircə mənim evimi təmir edin, qutarsın getsin. Təmir? Bəli. Deyəsən sən ağlı bitirmisən axı. Mənə bax, başıma papaq qoyursan. Bəli, qoyuram. Hərdən şilafada qoyuram. Başımın razmeri də 59-dur. 59. Başımın razmerini demirəm. Deyirəm, yəni bir qiliyyatın var sənin, o papaqdan danışıram. Ada bir küçüyə iti səni gecəliyib, sən də gəlib düşmüsən şəkin üstünə. Yoldaş Zeynalov, bu nə söhbətdir? Xahiş edirəm sözlərinizə diqqət yetirin. Mənim namusum da var, qeyriyyatım da var. Bəli. Hə? Namusum var, qiliyyatım var. 2 dənə də institut qurtarmışam. Neyniyim, gəl min boynuma. Saxla da, 2 dənə sütü bitirmişəm, istəyirsən la 4'üm bitir. Fondumda pul yoxdur, evi remont eləyə bilməyəcəyəm. Çıx bayra, get başını doktora göstər. Tuzik belə gəldi, nə bilim, tuzik belə getdi. Doktora neyi göstərirəm yoldaş Zeynalov? Xahiş edirəm artıq dərəcədə heç olmasa evimin bir divarını təmir eləyin. Yoxdur. Onda mən sizdən şikayət edəcəm. Get ara Vicdanım haqqı baxası şikayət edəcəm. Bax, mən edəcəm, görərsiz. Onsuz da evi sökürlər, bir iki ilə sənə kvartirə Hala onu verəcəklər. eşitmişəm yoldaş Zeynalov, çoxdan eşitmişəm alacağam. Neylə, eyb yoxdur, vaxtınızı almaq Düzələr. Heç olmasa xahiş edirəm, o tez əncam eləyəsiniz, Eləyərik, eybi yox. Çağırıram onu, oturub kabinetdə söhbət eləyərik, Çox sağ olun. darıxma. Kimi? İti çağırırsınız? Hə də, iti. Tezik, Nə iti? it? Tezik itdi. İti də? Tezik. Ala, məni sən lap gic eləmişsən. Tezkin Xozeyi ilə danışacağım. Yeri Çox sağ get olun, biz də. böyləsiniz. Aşı qoy işimizi Hə, görək çox sağ olun, mən də. sizə çox Yaxşı, razıyam, yeri. minnətdaram. Əşi, Amma, yeri. Tez ki xahiş edirəm, Ada, yaddan yeri çıxarmayasınız. get də. Pay atonla. Sən öləsən bu lafı. Tezik. Bəli yoldaş Zeynalov. Ada, səninlə döyləm. Mənlə deyirsiniz yoldaş Zeynalov. Ada, yer get, səninlə döyləm. Kalantar. Paçot nə oldu ki?